Ailəm üçün hidayət istəyirəm. Daha da azğınlıq baş verir. Bu, mən hər bir halda sualı oxudum axıra qədər. Hər bir halda insan təmkinli olmalıdır. Səbirli olmalıdır. O demək deyil ki, sən dəvət edirsənsə, sənin dəvətinə icabət verilməlidir və yaxud da sən dəvət edirsənsə, sən nəsihət edirsənsə, mütləq sənin dəvətin keçərli olmalı və yaxud da nəsihətin qəbul olunmalıdır və ailə üzvü hamısı və yaxud da müəyyən fərdlər müəyyən şeylərə əmr etməlidir. Bu, belə bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm illərlə dəvət elədi. Yanında bəzən sayılı adamlar var idi ilk dəvətin başladığı vaxtı. Yəni, onun əmisini illərlə dəvət elədi. Öləndə küfür üzərində öldü, getdi əmisi. Yəni, o demək deyir ki, sən dəvət edirsənsə, yəni mütləq azınlıq aradan qalxmalıdır. Üsyan aradan qalxmalıdır. Onlar sənin dediyinə əməl etməli. Belə bir şey yoxdur. Dəvət edəndə necə dəvət etmək lazımdır? Allah Teala Quran-ı Kərimdə nə deyir? Ud'u ilə səbili rabbikə bil hikməti vəl mev'idətil həsənə və cadilhum billeti əhsən. Allahın yoluna hikmətlə, yəni hikmət nədir? Lazım olan şeyi lazım olan yerinə qoymağa hikmət deyilir. Yəni lazım olan söz lazım olan yerində deyilərsə, bu hikmətdəndir. Lazım olan sözü lazım olan yerində onun deyə bilən kimsəsi deyərsə, bu hikmətdəndir. Hər söz hər yerdə deyilmir və hər sözü də hər kəs demir. Elə bir halda dəvət edərsən ki, onları dəvətə icabət etməz əvəzinə onların üsyanını artırmış olarsan. Ona görə o şeylərə diqqət etmək lazımdır. Allah Taala'nın yoluna hikmətlə dəvət etmək. Əgər danışılacaq bir vaxtdırsa, 2-3 kəlmə nəsihət edirsən. Hər gün oturub, hər gün eyni şey nəsihət edilən şey deyil. Eləməməlisən ki, səndən və sənin dinindən, dəvətindən diskinsinlər, bezsinlər. Belə etmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər olması ilə yanaşı, yanındakılar sahabi olması ilə yanaşı, o sahabələrə hər gün nəsihət eləməzdi. Həftənin müəyyən günlərini seçib onlara nəsihət edərdi və dərs verərdi. Həftənin müəyyən günü. Nə üçün? O da ki, onları bezdirməsin, yormasın deyə. Bunu kim edərdi? Allah Rasulü. Kimlərə edərdi? Ümmətin Rasullardan sonra ən xeyir olan kimsələrlə, sahabələrlə. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrə qarşı dəvət üslubu buydusa, gör indi bizim halımızda olan kimsələrin ətrafımızda dinlən anlayışı olmayan kimsələrə qarşı müamiləsi necə olmalıdır? Əgər Allah Rasulü o mədrəsədə böyüyən, o mədrəsədə elm alan, Allah Rasulunun mədrəsəsində elm alan sahabələrə müəyyən günlərdə nəsihət edərdisə, dəvət edərdisə, gör bizim halımız necə olmalıdır. Ona görə bu məsələdə hikmətli olmaq lazımdır. Hər gün dindən danışılan şey deyil. Əgər ailə üzvləri dindən uzaqdırlarsa, onlarda, yəni dinə qarşı başqa baxış açısı varsa, sən nə etməlisən? Üzərində düşən birinci özün dinini gözəl şəkildə öyrənmək, gözəl şəkildə yaşamaq və dininin səndən tələb etdiyi şeyləri lazım olan vaxtı, lazım olan yeri necə tələb olunubsa forma tətbiq etmək. O da gözəl şəkildə. Bunun özü, elə özünə dəvətdir. Dəvət istəyirsə bir insan, mütləq birinci özünü düzəltməli və əməlində bunu göstərməlidir. Əgər belə olarsa, onun dəvətində bərəkət olar. Xülas olaraq, hikmətlə Allahın yoluna dəvət eləmək və gözəl sözlərdən istifadə etmək. Allah Teala nə deyir? Allahın yoluna hikmətlə dəvət elə. Ud'u ilə səbili rabbikə bil hikməti vəl mev'idətil həsənə. Və gözəl mövizə edərək, gözəl danışıq. Gözəl danışıq nədir? Ayədən, hədisdən, hikmətli sözlərdən və qışqır-bağır etmədən, ədəb əxlaq çərçivəsini keçmədən, başqa bir kimsələri onların yanında təhqir etmədən, hansı məzhəb olursa olsun, alçaltmadan. Çünki onlarda hələ dinin əsası yoxdur. Əqidə bərqərar olmayıb. Onlar şirk nədir, tövhid nədir, bunu ayıra bilmir. Sünnə nədir, bidət nədir, ayıra bilmir. Belə kimsələrin yanında sən əlbəttə başqa firqələri söysən, təhqir eləsən, onları alçaltsan, əlbəttə ki, bu sənin dininə, bunlar sənin nəinki özünə dininə ikrah edəcəklər ki, bunun dini budur. Bunun dini başqa kimsələri söyməyi, təhqir eləməyi, alçaltmağı öyrədir deyə. Əlbəttə ki, bu da insanın yanlış dəvət səbəbi ilə öz dininə söz gətirilməsinə gətirib çıxarır. Bu da ki, xatadır. Bu şeylərə ehtiyat eləmək lazımdır. Ona görə radiyallahu deyir ki, insanlarla onların başa düşdüyü formada danışın. Yoxsa siz Allah və Rasulunun yalanlanmasını istəyirsinizmi? Çox təhlükəli bir məsələdir. İnsanların başa düşdüyü formada danışmaq lazımdır. Hikmətlə, gözəl danışıqla və vaxtı-vaxtında hər gün dindən danışılan şey deyil. Hər münkər görəndə inkar eləməyə çalışma birinci. Çünki niyə görə? Onlarda hələ tövhid bərqərar olunmayıb. Tövhid bərqərar olarsa, sünnəni anlayarlarsa, bidəti tanıyarlarsa, onda hər münkar gördüyündə əlbəttə onu inkar edirsən. Amma tövhidin əsli yoxdur bunlarda. Dinin əsli olan tövhid yoxdursa, sən elə bir şeylərə toxunursan ki, hansı ki ondan daha mühüm olan tövhiddir bunların bərqərar olunması gerəkən şey. Bu olmadığı halda əlbəttə ki, bunlar ikrah edəcəklər, uzaqlaşacaqlar. Saqqala da nifrət edəcəklər, isbala da nifrət edəcəklər.
Bu şeyləri eləmək, bu saqqal isbal məsələsi, yəni hər bir ailədə baş verib bu. Hər birimizin ailəsində baş verib. Sadəcə nədir? İnsan möhkəm olmalı, səbirli olmalı. Bu məsələdə Allah Subhanahu taalaya itaat etməli, valideynlərə itaat etməməli və eyni şəkildə də valideynlərə üsyan etməməlidir və onların üzərinə qışqır bağır salmamalıdır, onları təhqir etməməlidir və gözəl şəkildə baş salmalıdır ki, ey ana, ey atam, bu mənim dinimdir. Bunu mənə dinim əmr edir. Mən bunu saxlayacağam. Bununla mən Allah Taalaya yaxınlaşıram. Bunu mən ibadət olaraq bunu yerinə yetirirəm. Mən moda və yaxud da görünüş üçün yerinə yetirmirəm. Ona görə sizdən artıq dərəcədə xahiş edirəm, məni bu məsələdə sıxmayasınız. Çünki dinimizdə qayda budur ki, Allah Taalaya olan ibadətdə məxluqa itaət yoxdur. Allaha olan ibadətdə mən sizə qulaq asa bilmərəm. Bunu mənə Rəbbim əmr edib. Rəbbim əmr edirsə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əmr edibsə, mən bunu din olaraq yaşayıram. Hər birimizdən artıq dərəcədə xahiş edirəm ki, məni bu məsələdə sıxmayasınız. Çünki mən bu yolumdan dönməyəcəm. Gözəl şəkildə başa salırsan ki, onlar da bilsin ki, yəni səbəb nədir, nəyə görədir. Amma qışqır bağır və yaxud da ki, artıq əski sözlər əlbəttə ki, buna yol verilməməlidir və hikmətlə dəvət etmək lazımdır. Səbirlə, dəvət tərk olunan şey deyil. Peyğəmbər sallallahu əleyhi və səlləmə o qədər söz deyildi. Daşqalaq olundu. Peyğəmbər sallallahu əleyhi və səlləmin dişini oğdular. Taifdə dəvətə getdi, Taifdə dişini oğdular, daşqalaq elədilər. Allah Taala dağlar mələyini indirdi Cəbrail əleyhissalamla birlikdə. Cəbrail əleyhissalam nə deyir? Allah Taala dağlar mələyini indirib, əmr elə o iki axşabeyni ki, dağı onların başına çevirsin. Amma Allah Rasulü bununla yanaşı, bu cür əzab əziyyətə düşkün olması ilə yanaşı nə dedi? Mən əzab üçün yox, rəhmət üçün gəlmişəm. Ola bilsin ki, onların belindən Allaha şərik qoşmayan bir toplum gəlsin. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvət metodikası bundan ibarət idi. Uzaq məsafələrə gedib dəvət etməsinə yanaşı, döyülməsinə, söyülməsinə yanaşı yenə də dəvəti tərk etməzdi. Hikmətlə, gözəl şəkildə, səbirlə və gözəl sözlərini istifadə edərək daim onlar üçün dua etməklə dəvətinə davam edərdi. Amma dəvətə cavab vermir deyə dəvəti tərk etməzdi. Əksinə, bizim dəvət etməyimiz özümüzü kiməsə göstərməyimiz deyil ki, bizim üzərimizə düşən, bizdən tələb olunan Allah Taala'nın yoluna hikmətlə, gözəl sözlə dəvət eləməkdir. Kimlərisə hidayət etmək bizim işimiz deyil. Hidayət bizim əlimizdə deyil. Bizim əlimizdə bizdən tələb olunan dəvət etməkdir. Bunu bilmək lazımdır. Bəzən qardaşlar dəvəti biraz vaxt edir, sonra tərk edir. Deyir ki, onlar olsa ki, qulaq asmırlar, təhqir edirlər məni. Onlar elə zənn edirlər ki, dəvət edəndə onlar hidayətə gəlməlidir. Yox, biz hidayətə gətirən deyilik. Hidayət Allah Taala'nın əlindədir. Bizim üzərimizə düşən sadəcə gözəl şəkildə moizə etmək, nəsihət etmək, lazım olan vaxtda, lazım olan yerində. Daimi şəkildə bezdirmək yox. Bizim üzərimizə düşən budur. Peyğəmbər sallallahu aleyhi və səlləm əmisini dayanmadan son anına qədər dəvət etdi. Fəqət Allah Taala nə deyir? Deyir ki, innəkə la tehdi men əhbəbtə və lakinnəllah yehdi men yeşə. Həqiqətən sən sevdiyini hidayətə yönəldə bilməzsən, lakin hidayətə yönəldən Allah Taaladır. Bunu bilmək lazımdır. Hidayət Allah Taala'nın əlindədir. Bizim əlimizdə olan sadəcə tövcih və irşaddır. Cəmaatı irşad eləmək və onları doğruya yönəltməkdir. Bezdirmədən və özümüz də usanmadan bunun üzərində davamlı olmalıyıq və Allaha dua etməliyik ki, ya Rabbim, sən məni İslam dinini gözəl şəkildə öyrənib, onu gözəl şəkildə yaşayıb, əməlimlə insanların hidayətə gəlməsinə səbəb olan kimsələrdən elə mənim. Sən valideynlərimə hidayət ver, valideynlərimi islah elə, onların kökslərini aç, onların qəlblərini iman nuru ilə nurlandır, ya Rabbim, onları zülmətlərdən nura çıxar, ya Rabbim, məni bu işdə ən böyük səbəblərdən elə və dua elə, daimi dua. Daim dua eləmək lazımdır, usanmamaq lazımdır, tərk eləməmək lazımdır dəvəti. Aramla, vaxtında, bir həftədə bir dəfə, 2 dəfə söz düşərsə, yarım saat yox, 1-2 kəlmə gözəl şəkildə nəsihət edirsən, qalan vaxtları isə belə kimsələrə İslamın gözəlliyini öz əməllərində göstərməyə çalışırsan. Öz əməllərində. Çünki elə yer var ki, o danışıq fayda vermir. Danışıq fayda vermirsə, danışıqdan daha güclü təsir edən şey nədir? İnsanın özünün İslam dinini gözəl şəkildə öyrənib, İslam ədəbi ilə ədəblənib, əxlaqlanıb, öz əməlləri ilə insanlara dəvət etməsi ən böyük təsir edici dəvət növlərindən birisidir bu. Ən böyük təsir edici dəvət növlərindən birisi insanın özünün əməlləri ilə başqalarını dəvət eləməsidir İslama. Ondan sonra da vaxt çatanda gözəl şəkildə nəsihət edir. Yəni tövhidin əsli bərqərar olmadığı halda ad günü məsələsinə girmək, əlbəttə bu doğru deyil. Ölüyə Quran məsələsinə girmək ixtilaflı bir məsələ, bu doğru deyil. Yəni bu şeyləri üzərinə düşmək, bu şeyləri böyütmək əlbəttə ki, doğru deyil. Çünki onlarda tövhidin əsli bərqərar olmayıb. Onlarda tövhidin əsli olmadığı halda, ibadətdə olmadığı halda, onlar tövhidlə şirki anlaya bilmədiyi halda
Bidətlə sünnəni ayırda bilmədiyi halda onların məsələn ad gün məsələsini onların yanında danışıb çəkindirmək, nə bilim, rafizləri barəsində danışıb onları təhqir eləmək olsun və yaxud da digərləri olsun və yaxud da toy, ölüm məsələsi, ölüyə Quran oxumaq məsələsi, bunun məsələləri gətirib ortaya salmaq əlbəttə bu doğru deyil, hikmətsizlikdir. Çünki ondan daha böyük məsələ nədir? Onların qəlbində tövhidin bərqərar olunmasına çalışmaq, dua etmək və gözəl şəkildə əməli ilə göstərib aram-aram dəvət etməkdir. Qaldı ki, qardaşların deməsinə, bəli, qardaşlar düz deyir. Qardaşlar düz deyir. Hər kəsin evində bu baş verir. Təkcə, yəni sual verən kimsənin yox, hər kəsin evində baş verir. Hər kəsin evində baş verib. Bu hamısının başına gələn şeydir. Sadəcə səbirli olmaq lazımdır. Gözəl şəkildə dini öyrənib, özü dini yaşayıb, aram-aramda öndə zikr etdiyim kimi dəvət etmək lazımdır. Dəvət etmək lazımdır. Hidayətə yönəldən sən deyilsən, sən sadəcə dəvətçisən.